2025-ci ildə Cəbrayıl rayonu Daş Veysəlli kəndində Şəhidlər Xiyabanı inşa olunmuşdur. Bir qrup kənd ziyalısı və fəalının Vətən Abdullayev, Muxtar Cəfərov, Elçin Hüseynov, Ramil Məhərrəmov və Hidayət Səfərlinin birgə təşəbbüsü və kənd icmasının dəstəyi ilə 04 may 2025-ci il tarixdə Daş Veysəlli kəndində Kəndimizə Qayıdırıq adlı el şənliyi təşkil edildi. Tədbirdə 2 kilometrə yaxın məsafədə yerləşən Bulul bulağından kənd qəbristanlığına suyun çəkilməsi, söhbətgahın tikilməsi və şəhidlərimizin əziz xatirəsinə Şəhidlər Xiyabanının yaradılması və müxtəlif ərazilərdə dəfn olunmuş şəhidlərin nəşlərinin həmin əraziyə köçürülməsi planlaşdırıldı və tez bir zamanda işlərə başlandı. Həmin işlərin həyata keçirilməsində məsul sayılan yuxarıdakı işçi qrupa Rəhman Bayramov, Anar Xudiyev, Əvəz Həsənov və Məhəmməd Əhmədov da əlavə edildi. 16 iyun 2025-ci il tarixdə Bulul bulağının mənbəyindən başlayan və 1574 metr məsafəni qət edən bulaq suyu nəhayət ki, kənd qəbristanlığına çatdı. Çətin coğrafi relyef işin aparılmasında müəyyən çətinliklər yaratsa da, qarşıya qoyulmuş məqsədə nail olundu. Bulul bulağından Şəhidlər Xiyabanına suyun çəkilməsi prosesində həmkəndlilərimiz Bayram Eyvazov və Habil Hüseynovun maddi və mənəvi dəstəyini xüsusilə qeyd etmək lazımdır. 29 iyun 2025-ci il tarixdə şəhid nəşlərinin ekshumasiyası qanunvericiliyə uyğun və dini qaydalara əməl etməklə həyata keçirildi. Şəhidlərdən Ramiz Süleymanoğlu Xudiyevin, Savalan Öməroğlu Quliyevin, kənd qəbristanlığından Ayaz Vəlioğlu Xudiyevin İmişli rayonu Məzrəli kənd qəbristanlığından nəşi ekshumasiya edilərək şəhidlər məzarlığında dəfn edildi. Şəhidlər Xiyabanı Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin mənəvi dəstəyi, şəhid ailələri və Daş Veysəlli kənd icmasının təşəbbüsü ilə inşa edilmişdir. Hər bir şəhid üçün web yaddaş şəxsi səhifəsi yaradılmışdır. Həmin səhifələrdə şəhid haqqında məlumat, foto və videolar yerləşdirilmişdir. Şəhidlər Xiyabanının girişində yerləşdirilmiş lövhədə QR kodu skan edərək şəhidlər haqqında bütün məlumatları öyrənmək olar.